Son 2 gündə cəmiyyətdə ən çox müzakirə olunan mövzu deputat Günay Ağamalının uşaq pulu ilə bağlı dediyi sözlər olub. Deputat ailələrə verilə biləcək uşaq pulunun onları arxayınlaşdıracağına, tənbəlləşdirəcəyinə inandığını bildirib. Əslində isə uşaq pulunun fəlsəfəsi, onun verilmə mexanizmi tamam fərqli nüanslara, konsepsiyaya əsaslanır. Bu, ölkədəki demoqrafik duruma, eləcə də ailələrin inkişafına yönəlik yardım xarakterli addımlardır. Xatırladaq ki, Azərbaycanda ötən il son 35 ildə ən az uşaq doğulub. Təxminən 81 min nəfər. Statistika Komitəsi bunu açıqlayıb. İstifadəçilərin çoxu doğuşun azalmasını Azərbaycanda həyat səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Doğum sayının azalmasını gənclər arasında pis vərdişlərin, sonsuzluğun artması, qadınların əmək fəaliyyətinin genişlənməsi, doğuş zamanı ana və uşaq ölümlərinin artması kimi amillərlə əlaqələndirənlər də var. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən bəri qeydə alınan ən aşağı doğum göstəricisi 2025-ci ildə müşahidə olunub. Belə ki, 2025-ci ilin ilk 10 ayında ölkədə 80.802 uşaq doğulub. Yerli media yazır ki, ilin sonuna qədər bu rəqəmin təxminən 95 min nəfərə çatması gözlənilib. Və digər ölkələrdə uşaq pulu ilə bağlı vəziyyət necə tənzimlənib? Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır. Həmçinin körpənin adına bankda hesab açılır və 18 yaşında ona 100 min dollar pul verilir. Küveytdə isə yeni doğulan körpə üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur. Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 510 min dollar arası bir dəfəlik vəsait təqdim edilir. Rusiyaya gəlincə isə Rusiyada bir uşağa ayda 300 dollar vəsait ödənilir. Türkiyədə isə 6 yaşdan yuxarı uşaqlar üçün müavinət 38,62, 6 yaşdan kiçiklər üçün isə 77,23 TL təşkil edir. Gürcüstanda uşaq pulu valideynlərin gəlirlərinə əsasən hesablanır. Əgər hər iki valideynin toplam aylıq gəliri 1000 dollardırsa, bu uşaq üçün ayda 125 dollar ödənilir, yəni bir uşaq üçün. Amerikada isə 17 yaşa qədər hər uşaq üçün müavinət ildə 2000 Amerika dolları təşkil edir. 6 yaşına qədər uşaqlar üçün bu məbləğ 3600 Amerika dolları təşkil edir. Bəs keçək ən yüksək uşaq pulu verilən ölkələrin siyahısına. İlk sırada Kanada gəlir. Kanadada Kanada Child Benefit proqramı fəaliyyət göstərir. 2025-2026-cı illər dövrü üçün 6 yaşdan kiçik uşağa görə illik maksimum 7997 Kanada dolları, təxminən aylıq 666 dollar verilir. 6-17 yaş arası uşağa görə illik təxminən 6748 Kanada dolları verilir ki, bu da təxminən aylıq 562 dollar deməkdir. Məbləğ ailənin gəlirindən asılı olaraq azalır. Almaniyada Kindergeld sistemi mövcuddur. Hər uşağa aylıq təxminən 250 avro ödənilir. Ödəniş 18 yaşa qədər, bəzi hallarda isə 25 yaşa qədər davam edir. Fransada ailələrə uşaqların sayına görə artan məbləğdə yardım verilir. 2 uşaqlı ailələr üçün aylıq təxminən 150 avrodan başlayır. 3 və daha çox uşaq olduqda ödəniş ciddi şəkildə artır. Aşağı gəlirli ailələr isə əlavə sosial paketlər də alır. İsveçdə universal uşaq pulu sistemi var. Hər uşağa aylıq təxminən 125-150 avro ekvivalentində ödəniş edilir. Çox uşaqlı ailələr üçün isə əlavə bonus tətbiq olunur. Norveçdə dövlət hər uşağa görə aylıq təxminən 170 avroya yaxın yardım verir. Finlandiyada uşağın sayına görə məbləğ artır. Birinci uşağa görə təxminən 100 avro, sonraki uşaqlara daha yüksək məbləğ ödənilir. Polşada 800 üstəgəl proqramı çərçivəsində hər uşağa aylıq təxminən 200 Amerika dolları verilir. Bu proqram Avropanın ən geniş sosial dəstək paketlərindən sayılır. Xatırlatmaq istəyirəm ki, Britaniyada birinci uşağa həftəlik təxminən 26 funt, digər uşaqlara isə həftəlik 17-18 funt verilir. Avstraliyada Family Tax Benefit sistemi işləyir. Ödəniş ailənin gəliri və uşağın yaşına görə hesablanır. Aşağı və orta gəlirli ailələr daha çox yardım alır. İtaliyada isə bir uşaq üçün ayda 138, 2 uşaq
uşaq üçün isə 258, 3 uşaq üçün isə 375 avro müavinət verilir. Qazaxstanda da uşaqlara sosial müavinətlər verilir. Qeyd eləyək ki, 18 yaşa qədər uşaqlar dövlətdən ayda 45 dollar müavinət alır. Özbəkistanda isə 2 yaşa qədər uşaqlara ayda 80 dollar ödənilir. Ölkəmizdə uşağın anadan olmasına görə bir dəfəlik 600 manat müavinət verilir. Bu Azərbaycan statistikasında öz əksini tapıb. Bu müavinət xaricində bütün uşaqlara universal aylıq uşaq pulu sistemi tətbiq edilmir. Əgər uşaq pulu ödənilərsə, gənc ailələrə dəstək olar. Ailənin uşaq bezi, qida, dərman xərcləri yüngülləşər. Azərbaycanda uşağın aylıq xərcləri yüksəkdir. İşsizlik həddinin 2-6%, yoxsulluq həddinin isə 3-4%, minimum əmək haqlarının isə ölkəmizdəkindən dəfələrlə yüksək olduğu inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşına qədər sosial müavinətlərin verildiyini az öncə qeyd etdik. Ölkədəki 6-18 yaş qrupundakı uşaqların sayının təxminən 1,7 milyon nəfər olduğunu götürsək, hər bir uşaq üçün aylıq 100 manat müavinət banka yatırılarsa, 18 yaşına çatan hər bir uşağın bank hesabında 14.400 manat vəsait toplanmış olacaq. Beləliklə, gənclər də 18 yaşına gəldikdə sıfırdan başlamaq məcburiyyətində qalmayacaqlar. Və bu əslində deputat Günay Ağamalının dediyi kimi, valideynlərin arxayınlaşmasına, tənbəlləşməsinə yox, gələcək nəslin inkişafına hesablanıb.